Hər vaxtınız xeyir. Belarusun paytaxtı Minskdən salamlayıram sizi və bu həftənin xəbər buraxılışını buradan təqdim edirəm. Burada ezamiyyətdə idim və qeyd edim ki, Azərbaycan və Belarus arasında illərdir davam edən dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri bugün də müxtəlif sahələrdə uğurla inkişaf edir. Bakı ilə Minsk arasında yeri gəlmişkən birbaşa aviareyslər iki ölkə arasında həm işgüzar, həm də elə turistik əlaqələrin daha da güclənməsinə töhfə verir və yeri gəlmişkən qeyd edim ki, Bakı-Minsk marşrutu üzrə isə həm Azal, həm də elə Belavia birbaşa uçuşlar həyata keçirir. Təxminən 4 saatlıq uçuşla bir-birinə bağlanan Bakı və Minsk eyni zamanda ortaq tarixi və humanitar əlaqələri ilə də seçilir. Minsk müasir infrastrukturu, geniş prospektləri və sakit şəhər atmosferi ilə Şərqi Avropanın maraqlı paytaxtlarından biri hesab olunur. Sözsüz ki, bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağam. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Bu həftə Azərbaycan Hava Yolları Gəncə ilə Sankt-Peterburq arasında birbaşa uçuşları bərpa edibdi. Yay mövsümü çərçivəsində bu marşrut üzrə ilk reys mayın 30-da Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədən yerli vaxtla saat 16:20-də yola düşübdü. Aviaşirkətdən bildirilir ki, reyslər müntəzəm olaraq həftədə bir dəfə şənbə günləri həyata keçiriləcəkdir. Və qeyd edim ki, bu marşrut fasilədən sonra yenidən istifadəyə verilibdi. Sonuncu dəfə Gəncə-Sankt-Peterburq reysləri 2025-ci ilin yay mövsümünün sonunda yerinə yetirilmişdi. Hava əlaqəsinin bərpası yay turizmi mövsümünün başlanması və ümumiyyətlə sərnişin axınının artacağı gözləntiləri ilə əlaqələndirilir. Yeni mövsümü reysin Azərbaycan və Rusiya arasında nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin hər iki şəhərin sakinləri üçün səyahət imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir. Qeyd edim ki, Gəncə Azərbaycanın ikinci ən böyük əhəmiyyətinə görə aparıcı şəhərlərindən biridir və Gəncə ölkənin qərbində yerləşən iri sənaye və mədəniyyət mərkəzi də hesab olunur. Rusiyada miqrantlarla bağlı yeni və ciddi dəyişikliklər gözlənilir. Dövlət Duması xarici vətəndaşlar üçün dövlət rüsumlarının kəskin artırılmasını nəzərdə tutan iki qanun layihəsini ilk oxunuşda qəbul edibdi. Növbəti prosesdə qanunun qəbul olunacağı təqdirdə Rusiya vətəndaşlığını almaq, yaşayış icazəsi rəsmiləşdirmək və viza əldə etmək istəyən şəxslər daha yüksək məbləğlər ödəməli olacaqlar. Yeni qaydalara əsasən Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu hazırki 4200 rubldan, yəni təxminən 99 manatdan 50.000 rublə, yəni təxminən 1180 manata qaldırılacaq. Bu isə təxminən 12 dəfə artım deməkdir. Bundan başqa müvəqqəti yaşamaq icazəsinin, yəni RVP-nin rəsmiləşdirilməsi üçün rüsum 1920 rubldən, yəni təxminən 45 manatdan 15.000 rublə, yəni 354 manata yüksələcək. Yaşayış qeydiyyatı üçün dövlət rüsumu isə 6.000 rubldən təxminən 141 manatdan 30.000 rublə, yəni 708 manata çatdırılacaq. Ölkəyə giriş dəvəti üçün də ödəniş artırılır. Belə ki, hazırda 960 rubl, yəni təxminən 22 manat olan rüsum 8000 rublə, təxminən 189 manata qaldırılacaqdır. Vizalarla bağlı da dəyişikliklər nəzərdə tutulur. Bir dəfəlik viza üçün dövlət rüsumu 1200 rubldan, yəni təxminən 28 manatdan 2000 rublə yüksələcəkdir. Çox dəfəlik viza üçün isə ödəniş 1900 rubldan, yəni 45 manatdan 6000 rublə, təxminən 141 manata çatdırılacaqdır. Və Rusiya hökuməti hesab edir ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə hər il əlavə olaraq 15 milyard rubldan çox vəsait daxil olacaq. Bu məbləğ Azərbaycan manatı ilə təxminən 354 milyon manat təşkil edir. Qeyd edim ki, rəsmi statistikaya əsasən 26-cı ilin əvvəlinə Rusiyada yaşayan xarici vətəndaşların sayı 5,7 milyona enib. Bu göstərici əvvəlki ilə müqayisədə 10% azdır. Beləliklə, Rusiyada miqrasiya siyasətinin daha da sərtləşdirilməsi istiqamətində növbəti addım atılır və hökumət yeni qaydaların iyulun 1-dən qüvvəyə minməsini təklif edir. Qanun layihələri növbəti oxunuşlarda da təsdiqlənərsə, bu dəyişikliklər Rusiyada yaşamaq, işləmək və vətəndaşlıq almaq istəyən milyonlarla xarici vətəndaş üçün əlavə maliyyə yükü yaradacaq. Rusiyada vətəndaşlıq alma qaydalarında da mühüm dəyişikliklər edilibdir. Artıq Rusiya vətəndaşlığı almaq üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məhkumluqlarının olmaması barədə arayış təqdim
etməlidirlər. Əgər şəxsin məhkumluğu varsa, təqdim olunan sənəddə törətdiyi cinayətlər və həmin cinayətlərə görə çıxarılmış məhkəmə qərarları barədə məlumat göstərilməlidir. Yeni qaydalara əsasən bu arayış xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilməli və vətəndaşlıq üçün müraciət tarixindən ən çoxu 3 ay əvvəl tərtib olunmalıdır. Tələblər ikili və ya çoxsaylı vətəndaşlığı olan şəxslərə də şamil edilir. Belə müraciətçilər malik olduqları bütün vətəndaşlıqları təsdiq edən sənədləri təqdim etməlidirlər. Rusiyada müvəqqəti sığınacaq almış əcnəbilər isə bu tələbdən azaddır. Bununla yanaşı Ukrayna vətəndaşları, eləcə də Ukraynada daimi yaşamış və sonradan Rusiyaya köçmüş vətəndaşlığı olmayan şəxslər üçün güzəşt də tətbiq olunur. Onlar 1 yanvar 28-ci il tarixinədək məhkumluq barədə arayış təqdim etmək öhdəliyindən azad ediliblər. Həmçinin Rusiya vətəndaşlığının əldə edilməsi, doğumla qazanılmış vətəndaşlığın rəsmiləşdirilməsi və Rusiya vətəndaşı kimi tanınma ilə bağlı müraciət formaları da yenilənib. Vətəndaşlıq prosedurlarına dair bir sıra digər dəyişikliklər də qüvvəyə minibdir və qeyd edim ki, müvafiq fərman dərc edildiyi gündən rəsmi olaraq qüvvəyə minir. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, ZM Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.